Sardar Abdullayev. Onun rəqibi. Sizdən 2 qat alqış istəyəcəm. Çünki mənim də bu boksçuya bir balaca pərəçişim var. Bir balaca pərəçişkarıyam demək olar ki, çox güclü boksçu. Bütün görüşlərini qələbə ilə başa vuran. Olimpiyada lisenziya qazanmağa əsas namizədimiz ağır çəkili. Həmişə qələbə qazanmağa mübarizə aparan. Beləliklə, kimdir o? Sizin alqışlarınızla Məhəmməd Rəsul Məcidov! Məhəmməd Rəsul Məcidov. Və indi son görüşün son hazırlıqları yekunlaşır. İndi əlcə ilə təqdim olunur boksçulara və cəmi 1 dəqiqədən sonra biz 5-ci görüşə başlayacağıq. Ən ağır çəkili boksçular kifayət qədər çətin və maraqlı mübarizə nümayiş etdirəcək. Məncə ilk 4 görüşdən razı qaldıq. 3-1 Baku faizin xeyrinədir. Və sizdən son görüşdə 2 qat dəstək gözləyəcəyik. Məncə hazırsınız, düzdürmü? Baku faizin şərəfinə, Azərbaycanın şərəfinə sona qədər dəstək olacaq komandamıza. Sona qədər boksçumuzun qələbəyə səsləyəcəyik. Və 1-ci raund artıq başlayır. Sardar Abdullayev və Məhəmməd Rəsul Məcidov. Gəl alışın onları tələsdirib, biraz tez başlasınlar. Gür alış gəlsin hər iki boksçuya. Biraz da tələssinlər ki, biz son görüşümüzə başlayalım. Onun rəqibi Sardar Abdullayevdir. Sultan Mikicinov 2007-ci Domaxanovda keçirilən beynəlxalq turnirin qalibidir. Sardar Abdullayev daha təcrübəli və daha titullu bir boksçudur. 2010-cu ildə Asiya oyunlarının iştirakçısıdır və 2009-cu ildə Asiya çempionatında Qazaxıstan komandasından gümüş medal qazandırıb bu idmançı. Və yeri gəlmişkən komandamızın heyətində ən çox qələbə qazanan idmançı Məhəmməd Rəsul Məcidov Olimpiya oyunlarına lisenziya qazanmağa ən real namizədlərdən biridir. Məhəmməd Rəsul Məcidov indiyə qədər 3 qələbə əldə edib və 448 xal qazanıb. Və başlayın. Bilirsiniz ki, burada WSP liqasında bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, həm qalibiyyətə görə, həm də məğlubiyyətə görə xallar verilir. Və bu ümumi xallara görə Məhəmməd Rəsul Məcidov hazırda 448 xala malikdir. Onun bu çəkidə ən yaxın rəqibi Milana Tundes komandasından Russo Clemente'dir. O da 3 qələbə qazanıb, ancaq xalı bir qədər azdır. 382 xalı var. Yəni hər çəki dərəcəsində reqlament belədir ki, 2 idmançı, 2 boksçu sonda fərdi yarışlarda Olimpiya lisenziyasını əldə etmək üçün yarışacaqlar. Çox sevindirici haldır ki, artıq bir çəki dərəcəsində Məhəmməd Rəsul Məcidov həmin lisenziyanı əldə etmək üçün ən real namizədlərdən biridir. Daha bir yüngül çəkidə Baku faiz komandasının üzvü fikrimcə ümid edə bilər lisenziya qazanmağa. Əgər biz WSP liqasından 2 lisenziya əldə etsək, bu özü Azərbaycan boksçusu üçün çox böyük bir nailiyyət olardı. Həmin lisenziyanı qazanmağa real namizədlərdən biri olan Məhəmməd Rəsul Məcidov hazırda ringdə öz döyüşünü keçirdir Sardar Abdullayevə qarşı.
mübarizədə biz Məhəmməd Rəsul Məcidova uğurlar arzulayırıq və bu görüş nəyə görə, həm də nəyə görə əhəmiyyətlidir? Bir qədər əvvəl bunu xatırlatmadım, məhz lisenziya qazanmağa görə əhəmiyyətlidir. Bəli, çünki Məhəmməd Rəsul Məcidov qalib gələrsə, həm qələbələrinin sayını artıracaq, nəzərə almaq lazımdır ki, digər komandalarda öz görüşlərini keçirirlər və Clemente Russo da öz növbəti qələbəsini qazanıb Məcidovu qabaqlaya da bilər. Bu baxımdan Məhəmməd Rəsul Məcidovun bu görüşdə qalib olması çox vacibdir. Yəni, şəxsi göstəriciləri baxımından, Olimpiya oyunlarına lisensiya qazanması baxımından. Bakı Faiz komandası artıq Astana Arnasda Bakı şəhərində keçirdi. İkinci görüşü də qələbə ilə başa vurdu. 4 görüşdən sonra artıq komandamızın qələbəsi rəsmiləşdi. İlk görüşdə qeyd edək ki, Monqolistanlı legionerimiz Tuksot Niyanbayar Rizvan Mirjan üzərində qələbə əldə etdi. İkinci görüşdə Yerjan Musafirov Koba Pakadzadın üstün oldu və hesab bərabərləşdi. Bu hələ ki bugünkü qarşılaşmada rəqibin qazandığı yeganə qələbədir. Sonraki iki döyüş də Bakı Faiz komandasının xeyrinə başa çatdı. Soltan Mikicinov 73 kg çəki dərəcəsində Salyam Kanatı və Rizvan Əlimuradov 85 kg çəki dərəcəsində Marat Moldaqayevdən üstün oldu. Artıq bu möhtəşəm boks gecəsinin sonuncu görüşü Məhəmməd Rəsul Məcidovla Sardor Abdullayev arasında keçirilir. İlk raund başa çatır. Sardor Abdullayevin bir neçə dəqiq zərbəsinin şahidi olduq. Təkrar görüntülərdə hakimlərin rəyi isə Bakı Faiz komandasının lehinədir. İlk raundun nəticələrinə görə 2 hakim 19 hesabı ilə Məcidovun qələbəsini qeydə alıb. Bir hakim isə eyni hesabı rəqibin xeyrinə sayıb. İkinci raund. WSB liqasında ringlər də çox xüsusi ornamentlərlə bəzədilir və ringin mərkəzində Bakı Faiz komandasının emblemi öz əksini tapıb. Kənarlarda WSB-nin və Bakı Faiz komandasının sponsorlarının da emblemləri var. Bu görürsünüz ki, həvəskar boks ringindən də ornamentlərə görə, gözəlliyinə görə seçilir. Ancaq əlbəttə ki, ringdir və həvəskar boksda, həm də peşəkar boksda ringin ölçüləri də, parametrləri də eyni olur. Niyə? Fərqləndirməyə ehtiyac da yoxdur. Təkcə qalır bu ringdə ustalığı nümayiş etdirmək. Çəki baxımından gəlir ki, Sardor Abdullayev bir qədər də olsa, cüzi də olsa ağır olur Məhəmməd Rəsul Məcidovdan. Məhəmməd Rəsul Məcidov daha cüssəli, daha əzələli bir bədən quruluşuna malikdir. İkinci bu döyüşdə bu da Bakı Faiz komandasının üzrü üçün üstünlüyü olacaq. Çünki bir qədər
zamanda yorulması da anlamına gəlir. Rəqibini yormaq taktikasını seçib ani zərbələrlə öz bacarığını nümayiş etdirməyə çalışsa, yəqin ki, Məhəmməd Rəsul Məcidov bu görüşdə vaxtından əvvəl də qələbə qazana bilər. Ard-arda 2 zərbə indirdi rəqibinə. Bu zərbələr çox qüvvətli idi. Daha 2 zərbə. Bu raundda da Məcidov üstündür rəqibindən. Sanki Sardar Abdullayev heç bir hərəkət etməyərək zərbədən qaçma hərəkətlərini etmir. Sadəcə olaraq iki əlini üz nahiyəsinə doğru qoyaraq rəqibin zərbələrindən bu yolla qurtulmağa çalışır. İkinci raundda beləcə başa çatdı. Var yenə də 20-18 2 hakim bu xalqını verdi Məhəmməd Rəsul Məcidova. 2 raunddan sonra Baku Faiz komandasının ən ağır çəkidəki təmsilçisinin rəqibi qarşısında yetərli qədər üstünlüyünün artıq şahidi olmuşuq. 3-cü raund başlayır. Bir dəqiq zərbə. Məhəmməd Rəsul Məcidov. Artıq 3-cü raunddur ki, sırf hücumdadır. Daha çox zərbə indirən, döyüşün nəbzini tutan idmançı məhz Baku Faiz komandasının üzvüdür. Ard-arda zərbələr gəlir indi rəqibin sifətinə doğru və sona qədər buna dözəcəkmi Sardar Abdullayev? Kimcə bir qədər də təzyiqi artırsa, Məcidov ard-arda zərbələrini, qüvvətli zərbələrini davam etdirsə, Sardar Abdullayev knockdown'a düşəcək. Ringin ikincinə doğru sıçışdırıb Məcidov rəqibini hazırda. Azarkeşlər haqqı olaraq Məhəmməd Rəsul Məcidovun bu fəallığını böyük coşqu ilə qarşılayırlar. Hələ ki dözür Sardar Abdullayev bu ağır zərbələrə. Karyerasının bəlkə də ən çətin keçən döyüşlərindən birində Məhəmməd Rəsul Məcidovun təzyiqinə dözməkdədir. Baku Faizin üzvü isə özünə məxsus şəkildə döyüşünü davam etdirir. Sardar Abdullayevin zərbələri hədəfə dəymir. Bir qədər ləng olduğu üçün Məhəmməd Rəsul Məcidov onun zərbələrini vaxtında qarşılayır və vaxtında öz müdafiəsini normal şəkildə qurur. Bu baxımdan Baku Faizin üzvünün heç bir çətinliklə qarşılaşmadığını görürük.
rəqib haqqında isə bu sözləri demək mümkün deyil. Fikrimcə qarşıdakı dəqiqələrdə Sardar Abdullayev müvazinətini yıxılıb yerə yıxılsa və yaxud knockdown vəziyyətinə düşsə, mən heç də təəccüblənmərəm. Budur. Rəsul Məcidovun rast zərbələri, hədəfə dəyən zərbələri rəqibi şok vəziyyətinə sala biləcək zərbələrini görürük. Bu raundda da hakimlər böyük bir üstünlüyünü qeydə alacaqlar Məhəmməd Rəsul Məcidov. Və budur 30-27 2 hakim, 29-28 1 hakim. Əlbəttə ki, yenə də irəlidə olan tərəf, xal hesabında öndə olan boksçu Məhəmməd Rəsul Məcidov. Kimcə bu görüşün də taliyi artıq məlumdur. Yəqin ki, heç bir çətinlik çəkmədən Baku Fighters komandasının ən ağır çəkidəki boksçusu öz aktivinə WSP liqasında sadəcə 4-cü qələbəsini yazdıracaq. Bu şübhəsiz ki, Məhəmməd Rəsul Məcidovun Olimpiya oyunlarına lisensiya qazanması baxımından çox böyük önəm kəsb edir. Çox ləngli və fəallıq baxımından rəqibindən xeyli geri qalır Sardar Abdullayev. İndiyə qədər bəlkə də Məhəmməd Rəsul Məcidovun rəqibləri arasında ona ən zəif müqavimət göstərən bir idmançıdır Sardar Abdullayev. Baxmayaraq ki, o Asiya çempionatında gümüş medalın sahibidir. Yəni, titul baxımından Məhəmməd Rəsul Məcidovla müqayisədə öndədir də. Çünki bu döyüşdə heç bir təsir göstərmir. Hər bir qalib ringdə müəyyən olunur. Titullara görə deyil, məhz ringdə əzmkar döyüş nəticəsində. Və bugün bu ringdə üstün olan tərəf güclü olan idmançı məhz Məhəmməd Rəsul Məcidovdur. Zərbədən qaçmaq üçün müxtəlif yollar axtarır Sardar Abdullayev. Çox yorulub, təngi nəfəsdir. Nəfəs almağa belə çətinlik çəkir. Bu vəziyyətə salan məhz bizim idmançımızdır. Öz hərəkətlərinə nəzarət edən və öz qüvvəsini qoruyan Məhəmməd Rəsul Məcidov isə inamla qələbəyə doğru addımlayır. 4-cü raundun sonu. Nəticə fikrimcə dəyişməyəcək, hakimlərin rəyi dəyişməyəcək. Formallığı daşıyan bir görüşdür. Bir daha xatırladım ki, Baku Fighters artıq bu görüşdə qələbəni təmin edib. 4 görüşdən sonra 3-1 hesabı ilə irəlidə oldu komandamız və öz qələbəsini rəsmiləşdirdi. Yenə də hakimlər böyük xal fərqi ilə üstünlüyü Məhəmməd Rəsul Məcidova verirlər. Sadəcə olaraq 5-ci raundda tamamlayıb
növbəti qələbəni rəsmiləşdirmək qalır Məhəmməd Rəsul Məcidov üçün və o bunu yəqin ki, heç bir çətinlik çəkmədən edəcək. Döyüşdə və bugünkü qarşılaşmada döyüşün sonuncu raundu. Çox xoş bir haldır ki, artıq Bakı Faiz komandasının qələbəsinə görə sevinə bilərik. Növbəti sevincimiz isə heç şübhəsiz Məhəmməd Rəsul Məcidovun qalibiyyətinə görə olacaq. Son ana qədər formadadır. Son raundda da bəlkə də rəqibini nakauta salmaq istəyir. Nə də olmasın. Bəlkə də buna layiqdir. Hətta onun rəqibidir. Çünki sadəcə olaraq lənk hərəkətləri ilə rəqibin zərbələrini gözləyirmiş kimi davranmaqla yadda qalır Sardor Abdullayev. Daha bir dəqiq zərbə izlədik Məcidovdan. Ardıcıl daha 2 zərbə. Çox artıq rəqibin müqaviməti tam qırılır. Onun heç yumruqları da həmin zərbələrə tab gətirə bilmir və hədəfə dəyir. Küncə doğru sıxışdırıb indi rəqibini və bu imkandan istifadə etmək olar. Gətirə bilməyəcək. Bəlkə də indi raundun başa çatması rəqibin leyhinə işləyən amil oldu. Çünki bir qədər də raund artıq davam etsəydi, Sardar Abdullayev mütləq knockdown'a və ya knockout'a düşə bilərdi. Hörmətli tamaşaçılar, beləliklə bu möhtəşəm boks gecəsi daha bir möhtəşəm qələbə ilə yekunlaşır. Həmin qələbənin sahibi isə Məhəmməd Rəsul Məcidovdur. Bütün raundlarda əla döyüş nümayiş etdirən, əsl ustalıq göstərən Məcidov komandamızın sonunda böyük 4-1 hesablı qalibiyyətinin əsas pay sahiblərindən biri oldu. İndi şübhəsiz ki, son döyüşün qalibi elan olunacaq və daha sonra komandalar ringə dəvət olunacaqlar və qalibiyyətin də anonsları veriləcək. Bakı Faiz növbəti dəfə Astana Arlansı deyərlər nakauta saldı. Bu dəfə əgər paytaxtdakı ilk görüş 3-2 hesabı ilə komandamızın xeyrinə başa çatmışdırsa, bu dəfə qələbə daha böyük hesablı oldu, daha əhəmiyyətli oldu. 4-1 Bakı Faiz Məhəmməd Rəsul Məcidovun da qələbəsini sayıram. Çünki o şübhəsiz ki, bu döyüşdə qalib gəldi. 4-1 Bakı Faiz Astana Arlansdan üstün oldu. Bu qələbə münasibəti ilə Bakı Faiz komandasıdır və Azərbaycan boks ictimaiyyətini təbrik edirəm.